görür sənə haqq deyir, qürur sənə imkan vermir. Hətta xoşlamadığın adam Allah imtihan edir, gətirir haqq dili onun dili ilə dedizdirir sənə. Görüm sən haqqa təslimsən, yoxsa nəfsüvə. Sən də onunla ədavətin var axı. Bilirsən nə düzdür. Hey o yana çəkirsən, bu yana çəkirsən. İbadət o zaman təsirlidir ki, haqq qabağında başın tükdən də nazik olsun boynun. Tükdən də nazik olsun. Buna görə də əməl edirsən ki, daha yaxşı bəndə olasan. Bir adamı tərifləyirlər səndə, filan kəs yaxşı adamdır. Deyirsən, doğrudan, hə, lap yaxşı. Filan kəs pis adamdır. Deyirsən, doğrudan, oyda, nə pis adam yoxmuş. Sənin üçün çox maraqlı deyil o, yaxşı adamdır, yoxsa pis adam. Amma biri üçün nəyindənsə keçmisən, ömründən nəsə xərcləmirsən, ona deyəndə ki, yaxşı adamdır, deyirsən ki, dəyərdir buna nəsə eləmək. Deyəndə pis adamdır, məyus olursan ki, ya müdafiə eləməyə çalışırsan. Çünki əməl ona görə elədiyin şey sənlə onun arasında əlaqə yaradıb. Allahla da əlaqə yaratmaq üçün bizə əməlləri vacib buyurublar. Onun yolunda sərf elə, sərf elə, sərf elə. Sonra deyəcəksən, bir də ki, onun barəsində mənə danışa görüm, o necədir, Allah. Onun üçün nəsə xərclə, xərclədikcə sevgi yaranır. Həzrəti İbrahimə deyir, Cəbrail gəldi, Subbuhun Quddus, Rabbul Mələikəti və Ruh. İbrahim ki, bu qədər fədakar idi, xərcləyib də ömrünü xərcləyib onun yolunda. İndi istəyir onun barəsində eşitsin, onun gözəllikləri barəsində. Deyir ki, mənim məşuqumun adını çəkən var. Deyir, bəli. Deyir, bir dəfə də denən mənə. Deyir ki, qoyunlarımın yarısını ver deyim. Deyir ki, qurbandır sənə. Bir dənə adını eşitmək istəyirəm. Verir, ikinci dəfə deyir. Yenə də, deyir, bir də deyir, yarısını da ver. Nəyi var verir? Deyir, mən Cəbrail idim, gəlmişdim səni imtihan eləyəm ki, nə qədər keçə bilirsən onun yolunda. Ondan sən keç İmam Hüseyin əleyhissalama. Bir insan birinin uğrunda fədakarlıq eləyəndə onu sevməyə başlayır. Quru-quru danış, Allah belədir. Yığışaq həftədə bir dəfə danışaq. Heç nə xərclənməyək, bizdə bağlılıq yaranmayacaq. Ayə gətirim sizə. Lən tənalul bir hətta tunfiqu mimmə tuhibbun. Deyir, heç bir fəzilətə çatmayacaqsınız. O vaxta qədər ki, sevdiyinizi Allah yolunda verməyəsiniz. Sevdiyinizdən keçməyənə qədər. Ürəyindən qopardıb onun üçün ver ki, sən ona bağlanasan. 100 manat 2 adam xərcləyir, qiyamətin hesabı fərqlidir. Birinin 200 manat var idi, 100 manat xərclədi. Birinin 10 mini var idi, 100 manat xərclədi.